Bir ayrı vaxtınız xeyir olsun, əziz Plazar keşləri, dəyərli Xəzər Futbol Liqasının izləyiciləri. İkinci hissədə yenidən bir yerdəyik. İkinci maraqlı hissə. İkinci 25 dəqiqə bizi gözləyir. Alfa Mərdəkan fasilə 3-2 hesabı ilə öndə yollarda rəqib comeback önündə. Görə ikinci hissədən əzizi fərqi. Minimumda da bir daha xatırladıram. Xəzər Futbol Liqasında onun sezonun yarım final həyəcanıdır. Məsələ bu görüşün cavab oyunu da var. Maraqlıdır. Məsələ finala vəsiqə qazanan tərəf kim olacaq? Ondan sonra isə Bakı və Qalatasaray kollektivləri üzləşəcəklər. Yarım final digər oyununda uzaq məsafədən zərbə. Əli Fəzadə idi. Alınmadı zərbəsi. Hesabı Cavad Qarayev açıb. Fuad Əziyev arasındakı fərqi 2-yə yüksəltmişdi. Daha sonra Hacı Babanın məhsuldar ötürməsində Şamil Əliyev və də sonra Hacı Babanın özü fərqləndi 2-2 və son olaraq isə Malik Zeynalov komandasının önə keçirdi. 3-2-dir, bir daha vurğu edirəm. İkinci hissədən izləyəcək comebackdən eləməz. Comeback mi gələcək, geri dönüş mü izləyəcək, yoxsa üstünlüyü artacaqmı? Yəni Fəzadənin gözündən yayınan məsələ topun komanda yoldaşına meydanı tərk etməsi idi. Burada isə Uğur Məmmədovla Bilfəz anlaşa bilmədilər və korner. Hesab 3-2-də bir daha qeyd edirəm. Alfa Mərdəkan 3-2 hesabı ilə öndədir. Comeback önündə. İndi korner. Nadir top meydanda saxlaya bilmədi. Camalı müdaxiləsi vardı. Əli Fəzadə. Nadir təzyiq edirdi. Əli Fəzadə. Rauf Kərimov. Yox, zərbə. Qeyri dəqiqdir. Qapıdan zərbə olacaq Əbilfəz. Qısa ötürmə ilə başladı Uğur Məmmədov. Fuad Əziyev. Uğur. Sinəsi ilə ram etdi Uğur. Şəhriyar. Yenidən Uğurlu oynadı. Zərbə. Af qapısını sığortaladı. Şağan Mərdəkan. Korner. İrami Nadiyev. Şəhriyarlı oynadı. Şəhriyar Zamanov. Əbilfəz. Şəhriyar. Əbilfəz mərkəzdə Zamal ötürmək istəyirdi. Yenidən Şəhriyarla oynadı. Əbilfəz Ələkbərov. Ara ötürməsi Əziyev. Ram edə bilmir. Rauf Şamil. Əksəmlə Hacı Baba. Əbilfəz 2 əmlədə top özündə saxlama bacardı. Keçid yoxdur. Şəhriyar Zamanovla ikisiz um şansı. Əziyev. Bir qədər gözlədiyində Camalı qatdı əmləyə. Tələsmir geriyə doğru ötürmə Əbilfəz. Hacı Baba öncə çatır. Bir qədər ötürmə səliqəsi alınmışdı, amma istənilən halda nəticə hasil olmadı. Şəhriyar Zamanov. Zərbə və gol! Top torlara yollandı. İkincisi golla qayıdır comeback kollektivi. 3-3. Qartlar yenidən paylanır meydanda. Alfa Mərdəkan 3, comeback 3. Yenə Məsi Hacı Baba. Fərqlənən oyuncu oldu. Hacı Baba, Rauf, Şamil. Cina dəyişili, Nadir qaldı əmləyə. Kapitan. Şəhriyarla üzbəz idi Nadir. Top gerisində qaldı və top da daha sonra onun əlinə dəydi. Uğur Məmmədov. Alfa Mərdəkan əmələsini izləyə bilərik. Fasilədən qolla qayıtdı comeback kollektivi. Bir daha vurğu edirəm. 2-3 hesabı ilə geridə qayıtmışlar fasilədə. Hacı Baba hesabı bərabərləşdirməyə nail oldu Əbilfəz. Ələkbərov Uğur ötürmə istirməsi indi onunla oynadı. Yəqin ki, geriyə daha bir ötürmə gələcək. Yox, burada Əziyev düşünmüşdü. Ara ötürməsi yaxşı alındı. Şəhriyar. İndi Əbilfəz. Meydan rəqib aydınlar hissəsində. 5 komanda yoldaşı var idi Əbilfəzdən savaya. Hər kəs meydan rəqib aydınlar hissəsindədir. Əbilfəz uzaq məsafədən özü də zərbə edirə bilər, amma bu ötürmədi. Zərbə və gol! İrami Nadiyev. Burada Raufun müdaxiləsi qapçını saçdırdı. Əziyev, Səid Əziyev digər cinahab yola saldı və Miramin önündə qaldı. Boş qapıya topu torlara yolladı.
4-3 Alfa Mərdəkan yenidən öndədir. Çox məhsuldar bir oyun izlədik. Dəqiqələr ərzində nə az, nə çox. 7 gol izləmişik. Daha bir əmli olacaq. Miramin Hadiyev dubledir. Dəqiqə içində 2 gol. Qapısını da aldatdı və topu torlara yolladı. 5-3. Bir golun cavabını 2 golla qaytarır Alfa Mərdəkan kollektivi. Hənifəzadə. Nadir. 2 nəfərin adəsindən topu çıxarması ötürmə verdi Hacı Baba. Yenidən Nadirə çatmır. Şəriyar. Rauf. Hənifəzadə. Arı ötürməsi Nadir. Raufun zərbəsi Əbülfəz. Hənifəzadə. Fadəziyev orada uğurladı topu. Şəriyar. Hacı Baba Qamaliyev. Cavad Qarayev rəqibini təqib edirdi Hacı Baba. Burada Nadirlə anlaşa bilmədilər. Onun gerisində qaldı. Hənifəzadə. Hacı Baba Qamaliyev. Özünü çıxmaza saldı orada. Əziyev. Topunun gerisində qalır Hənifəzadə. Nadir. Zərbə imkanı axtardı. Uğur Məmmədov. Keçid vermədi. Altdan topu ilə daxil edilməlidir. Nadir. Səmti dəyişmiyorlar. Məsələ oldu Rauf. Qarşısında Fuad Əziyev var. Son müdaxilə məsələ Fuaddan. Ekran beynənləri sağ olun varım. Hər birinizə minnətdarım. Aşağıda da biz görürəm. Ayrı hafta hər birinizə təşəkkür edirəm. Suallarınız olduqca da yazın. Fasilə əsnasında çalışan ki, suallarınızı cavablandırım. Hənifəzadə. Cavad Qarayevin pressing vardı Səid Əziyev. Yenidən əli ilə oynadı. Hacı Baba Qamaliyev. Mərkəz xəttini keçəcək Şəriyar. Təqib edirdi və topu qazanmağı bacardı. Xəttin üzərində saxladı indi Uğur Məmmədov. Fuad Əziyev əksəmli olacaq. Yaxşı ötürmələr izlədik. Bir qədər bəlkə alındı. Son ötürmə. Bir qədər izafi güclə edilmişdi. Alınmadı. Rauf Kərimov. Gəl qardaşım, gəl. Hacı Baba Qamaliyev. Bugün onun günüdür. Ta formundadır. 5-4. Alfa Mərdəkan 5. Comeback 4. Hənifəzadə. Malik orada pressing edirdi. Nadir Əliyev. Xət boyunca irəlilədi amma Şəriyar gövdəsi ilə onun qarşısını kəsir. Uğur Məmmədov. Görüşdən məhsuldar oyuncudur Hacı Baba Qamaliyev. Məhsuldar ötürmələr də yadda qalıb həndə. Aktivində artıq bir neçə qol var. Qamaliyev elə vəsi gedən, sözü gedən oyuncu indi Şamil Əliyev. Məsələ yeri gəlmişkən onda qeyd edim ki, komandası da ilk gol Şamil Əliyevdən gəlmişdi. Məsələ Hacı Babanın məhsuldar ötürməsində. Sizin üçün bir qədər təəccüblü gələ bilər. Maraqlı məqam kimi, maraqlı bir nüans kimi qeyd edim. Bəs komandalar müxtəlif sezonlarda fərqli komandalarda çıxış edə bilərlər. Bu 10-cu sezonda, hansı ki 9-cu sezonda və yaxud 11-ci sezonda Hacı Baba Porto-Makoda çıxış edir. Məsələn 10-cu sezonda biz onu comeback niyyətində görürük. Görüşdə hesab 5-4-də bir daha qeyd edirəm. Alfa Mərdəkan 5-4 hesabı ilə öndədir. Əziyev zərbə Cavad Qarayevdən keçid vermədi. Səid Əziyev. Hənifəzadə komanda yoldaşının hərəkətlənməsini istədi. Məsələn ona doğru ötürmə. Başla zərbə düz Əbülfəzin quzağına. Əbülfəz Ələkbərov. Uğur Məmmədov. Hacı Babanın pressing vardı Uğur. Da Malik ram edə bilmir. Dünənki oyunlar 9 sezonun
1/4 cavab oyunlarıdır. Yarı final oyunlar başlayacaq. O bizimki məsələ növbəti həftə. Sabah isə məsələn həmin meydanda Yeni Suraxan stadionda 11-ci sezonun oyunları olacaq. Qeyd edim. İkinci tur çərçivəsində 11-ci sezonun görüşləri. Bu isə 10-cu sezonda yarım final oyunudur. Bu günlük qarşılaşması. Bundan sonra isə Bakı və Qalatasaray kollektivləri üzləşəcəklər və yeri gəlmişkən onu da qeyd edim ki, bu görüşlər cavab oyunda var. Təbii ki, komandalar məsələyə ilk oyunda mütaliəni əldə etmək istəyirlər və yaxud da ki, böyük hesablı bir qələbə qazanmaq istəyirlər ki, ikinci oyunda daha rahat çıxış etsinlər. Hələ ki, fərq minimumdadır. Hesab arasındakı fərq çox da açılmayıb. Dəqiqələr ərzində. Əbilfəz Ələkbərov, Uğur Məmmədov, Şəriyar Zamanov. Deqanlı ötürmə Uğurun ön istiqamətində. Uğurla yeni bir əmli olacaq. Ara ötürməsi burada Ənifəzadə. Ötürməni oxumuşdu Hacı Baba. Bunu çıxarmaq lazımdır. Malik qazandı topu. Uğur gözlətmədən ötürmə. Zərbə Cavad Qarayevdən keçmir. Otobüsü meydan tərk etməyib. Davam etmək lazımdır. Rauf. Ara ötürməsi Hacı Baba. Qamaliyev cəhətə nadir ötürməsi irdi Hacı Baba. 2 nəfər kişiğadı onun üzərinə birgə. Ənifəzadə. Ekran beğenenler sağ olun, var olun. Şadadarınızı görə sizlərə ayrıca minnətdarım. Cavad Qarayev bir qədər ayaq saxladı, tələsmir. Əbilfəz, Uğur, Həziyev, Əbilfəz. Əziyevin top əlinə deyir. Fəqən Gərimov referi digər cihazda olsa da gözündən yayınmır. Rauf tələsirlər, bir qədər tələsir comeback kollektivi və bu tələskərlikdə özü ilə birgə top itkisi gətirir. Yetərinəcə vaxtı var amma qol üçün tələsirlər. Cavad Qarayevlə yeni bir əmlə. Cavad! İşte ilk qol ondan gəlmişdi. Rauf Gərimov. Malik qazandı topu. Hacı Baba. Ənifəzadə araya gedək. Süzüm şansı ola bilər. Şamil Əliyev. Səid Əziyev. Topa çatdı. Nadirə qarşı qayda pozulub. Şəriyər qaydanı pozub. Bəli, zəhmət olmasa ekran bəyənməsin 10 minə deyiləm. Mən rəyləri bağlamıram. Nə sualınız varsa yazın. Amma hər kəsə inanda bəyənsin bir dənə 10 minə laş. Yayım aşağı düşməsin. Uğur Məmmədov. Bir ara ötürməsi. Həziyev yeni bir əmli olacaq. Ötürmə. Malik qapı qarşısına və gol. Cavad Qarayev. İşte 2 gol ondan gəlmişdi və elə son qol müəllifi də oldu. 6-4. Hədiyyə üçün təşəkkür. Bu arada bir dəqiqəlik talimat istəyi var. Məsələ top rəqibdə meydan tərk etdiyi kimi comeback komandası da talimat götürməlidir. Və Hacı Babanın qarşısını Şəhriyar kəsir. Malik, Uğur Məmmədov. Həziyə bir qədər ayaq saxladı. Cavad, yeni bir əmlə burada Səid. Bu səfər onu məyus edir. Təhlükəni soğuşdurmağa bacardı. İkisi əmli ola bilər. Nadir Əliyev sürətlə irələdi. Bir qədər də mərkəzdə çəkildi. Zərbə. Yox. Bu əmlələrin cəhdlərinin sonu olmamalıydı. Təbii ki, özü də məyus görünür. Əbilfəz, Şəriyar. Malik Zeynalov. Uğur Məmmədov. Diaqanlı ötürmə, Maliki qatdı əmliyə. Mərkəz Əziyev ötürmək istəyirdi. Zərbə çəkdi Cavad Qarayev. Yenə məhz fərqlənən oyuncu oldu. Hesab arasındakı fərq bir qədər də artır artıq. 7-4.
Bir dəqiqə edirəm, hesab 7-4. Alfa Mərdəkən 7, comeback 4. Ənifəzadə. Əbülfəz, Cavad Qarayev. Ramiz qarşılamışdı, zərbə və gol! Xəyal Kərimov. 7-5. Görüşdəsə təxmin olaraq son 9 dəqiqə. Hesab arasındakı fərq 2 indi. Uğur Məmmədov. Şəhriyar. Ramiz qarşıladı, Ramiz Məmmədzadə. Şəhriyarla mübarizə aparır, önə bağlı deyil, geriyə qayıtdı Natiq Məmmədov. Biz onu da indi meydanda görürük. Əbülfəz. Bir uzun ötürmə, Natiq qarşıladı. Ənifəzadə. Ramiz vardı yanında, Ramiz Məmmədzadə. İtirdi topu. Əziyev. Xəyal onun qarşısını kəsir. Xəyal, Ramiz, Cinad Əşirik, zərbə lazımdır. İndi o gəldi o zərbə, Ramiz Məmmədzadə. Möhtəşəm paslaşma. Xəyallı ötürmələr izlədik. Və bu ötürmələrin sonu qolla nəticələnir. 7-6 fərq minimumda. Malik Zeynalov. Əziyevə çatmadı. Hacı Baba. Qayda pozulub ona qarşı. Əziyev qaydanı pozmuşdu. Ənifəzadə. Topunu buraxmalarını istədilər. Ötürmə. Əbülfəz özü topla irələdi. Əbülfəz mərkəz xəttində keçir. Rəqibini aldadıb. Əbülfəz. Cavad Qarayev. Əziyev. Mərkəz intizarda saxladı, amma nəticə hasil olmadı. Ekran bəyənməsi bizi hələ domine edə bilməmişik. Olmaz belə. Çox təəssüf. Əfsuslar olsun. Zərbə! Ramiz Məmmədzadə! Çox qüvvətli zərbə. Bir anlıq topun çöldən yantorları sirkələdiyini düşündüm. Amma Əbülfəzin həmləsi vardı, müdaxiləsi vardı və yaxın güncə 9-luğa yolladı topu. 7-7. Artıq üstünlük. Hesab bərabər olsa da üstünlük. Comeback'dən yanadı. Daha bir neçə qol istəyir. Comeback kollektivi Hacı Baba. Ənifəzadə. Ənifəzadə 2 nəfərin ötəsindən çıxarmışdı topu. Məsələ özünün də bir orada deyimi oldu. İçlərindən keçsim deyə. Hacı Baba yenə qazandı. Hacı Baba! Xamalıyev! Hacı Baba Xamalıyev. Hər ötürmədə, hər zərbədə, hər həmlədə bir toxunuşu, bir cəhdi var. Və comeback kollektivi comeback edir. Geri dönüş gəldi. 4-7-dən 8-7 etdilər hesabı. Natiq Məmmədov. Cavadın təzyiqi var. Topu qazandı. Zərbə. Geçmir Səid Əziyev. Keçid vermədi. Əziyev özü topla irələmək istəyirdi. Camalın təzyiqi var və qayda pozulub Əziyevə qarşı. Camal qaydanı pozub. Hakim etirazlar var. Amma referi qərarında qətidir. Comeback kollektivi 8-7 hesabı ilə öndədir. Alfa Mərdəkan önündə 4-7 geridə idilər və geri dönüş etdilər. Hacı Baba yenə məhsul.
Və Xəyal qapısını yola saldı. Xəyal Kərimov və gol! Gol Lazo. Gol 7. Görünür ki, Alfa Mərdəkana bir dəqiqəlik taymat lazımdır. Gedişat onlar üçün heç uğurlu deyil və yavaş-yavaş oyunun sonlarına yaxınlaşırıq. Əbülfəz, Cavad Qarayev 2 nəfərin əhatəsindən topu çıxardır. Ramiz oğurlamaq istəyirdi burada. Əlifməzadə uzaqlaşdırmaq həmləsi idi. Götürmə xarakteri daşımırdı. Əbülfəz. Natiq Məmmədov. Səid Əziyev. Ələnifəzadə. Əbülfəz Ələkbərov. Cina dəyişdi. Uğur Məmmədov. Mərkəzdə Camal ötürmək istəyirdi. Hacı Babanın presingi var. Camal. Bir qədər gözlədi. Hacı Baba. Hacı Baba. Nələr edir, nələr. Rəqibləri bugün onlar. Mübarizədə çox çətinlik çəkir. Əlifəzadə. Ramiz oğurladı Hacı Baba. Tələsmir yəqin ki, geriyə doğru ötürmə olacaq. Bəli, Natiq Məmmədov. Şəhriyar Zamanov. Qapı qarşısına. Heç kəs toxuna bilmir. Səid Əziyev. Ənifəzadə. Malik. Arıtürməsi ünvanına çatmadı. Əksəmli ola bilər. Ənifəzadə Allah zəvlələr. Topu Malikov bu meydandan çıxardı. Hesab 9-7. Comeback 9. Alfa Mərdəkan 7. Ramiz. Qarşıda uğur var idi. Ramiz alda cəmlələr. Topla digər cinayı irəlilədi. Hacı Baba Qamaliyev. Geriyə qayıdır. Səid Əziyev. Natiq Məmmədov. Əbülfəz özü topladı. Əbülfəz! Daxilə var idi. Referi penaltı nöqtəsini mi göstərir? Bəli, penaltı olacaq. Səid Əziyev qaydanı pozub Cavad Qarayevə qarşı. Qayda pozulub. Neysə, vara da baxılacaq, bəli. Referi vara baxdı. Məsələ qərarında qətidir. Penaltı olacaq. Səid Əziyev qaydanı pozmuşdu. Və təxmin olaraq dəqiqə yarım vaxt qalır görüşün bitməsinə. Hesab 9-7-dir. İndi fərqi minimuma indirmək olar. Səid Əziyev qapısında diqqətli. Malik Zeynalov topun arxasında. Bu duellə adam qarşı durmadan qalib tərəf kim olacaq? Malikin zərbəsi və gol! Malik Zeynalov topu torlara yolladı. Topu da özü ilə birgə mərkəzə gətirir. 8-9. Fərqi minimumda. Və görüşdə də son dəqiqə oynanırlar. Ramiz Məmmədzadə. Ramiz yaxşı çöndü. Topla irəlilədi. Hacı Baba burada gerisində qaldı. Bunlar artıq bir-birlərlə mübarizə apardığı kimi saniyələrlə də yarışır. Əbülfəz Ələkbərov. Şəhriyar götürmə gözləyir. Məsində onunla oynadı. Əbülfəz. Allah cəmlələr. Əbülfəz. Marsil dönüşünə keçsin rəqibinə. Top elədi ondadır. Top sanki. Ayağına yapışmışdı. Uzaq məsafədən zərbə alınmadı.
Abdülfəz. Hacı Baba ara girmək istəyirdi, alınmadı. Yarışda son əmlələr, son çəklər. Əziyev ara girdi, Əziyev. Top özünü irələ buraxdı, Natiq Məmmədov topu meydandan çıxardı. Yarışda son həmlə, son cəhd ola bilər Camal. Şəriyar, Malik Zeynalov. Camal. Malik bir halda cəmlə, burada zərbə indirə bilmədi. Və topu da itirdi. Rəyalıq Kərimov artıq gözlər hakimdə. Bəli, referi qarşılaşmanı bitirir. Comeback komandası geridə olduğu masa comeback edərək, geri dönüş edərək. Hacı Babanın inanılmaz mübarizəsi nəticəsində qələbə qazanır. 9-8 hesabı ilə yarı-final cavab oyunu öndə yollanacaqlar. Hər iki komanda bir gözəl oyun üçün təşəkkür edir və növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.